Mənim üçün sağdır. Ramil hər an mənim yanımdadır. 2023-cü ildə antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Gizir Ramil Rəhimovun xatirəsi Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə anılıb. Tədbir şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə yönəlib. Ceyranbatan qəsəbə mədəniyyət evində baş tutan tədbirə şəhidin doğmaları, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid anaları və qazilər, eləcə də məktəbin pedaqoji kollektivi qatılıb. Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Nuranə Vəliyeva tədbirin əhəmiyyəti və şəhidlərin qəhrəmanlıq tarixindən bəhs edən çıxış edib. Qeyd edib ki, 44 günlük vətən müharibəsi Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi qəhrəmanlıq dolu bir mübarizənin simvoludur. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və milli birlik ruhunun gücünü göstərdi. Azərbaycanın şanlı zəfəri şəhidlərin və qazilərin cəsarəti ilə tarixdə əbədi iz qoydu. Daha sonra Abşeron rayon icra hakimiyyətinin əməkdaşları, şəhid anaları və qazilər söz alıb və öz duyğularını bölüşüblər. Onların çıxışlarında şəhidlərin xatirəsinin unudulmamasının vacibliyi bir daha vurğulanıb. Ramil evin son beşiyiydi, ən sevimlisi, ən ərköyün balasıydı. Mən inanmıram Ramilin yoxluğuna heç cür. Hara gedirəm elə bilirəm, çünki biz onunla çox yoldaş olmuşuq. Sirrimiz bir olub, söhbətimiz bir olub, məsləhət yerimiz olub. İkimiz bir-birimizlə həmişə məsləhət eləmişik. Yol gedəndə belə bilirəm, Ramil mənim yanımdadır. Mən onun yoxluğunu heç cür qəbul edə bilmirəm. O mənim üçün həmişə yaşayır, yaşayacaqdır. Şəhidlərə həsr olunan kitabın müəllifi Esmirə Günəş isə bildirib ki, 44 günlük vətən müharibəsi Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün göstərdiyi böyük bir iradə və əzmin təcəssümüdür. Bu müharibə milli birlik və vətənpərvərlik ruhunun güclü bir ifadəsi olaraq Azərbaycanın qələbə ilə nəticələndiyi tarixi bir dönəmdir. Əsas bugün biz buraya yığılmağımızın səbəbi Qəhrəman Analar kitabının və bir də Antiterror Şəhidləri kitabının şəhidimizin ailə üzvlərinə təqdim olunması üçün yığılmışıq. Qəhrəman şəhidimiz bildiyiniz kimi antiterror əməliyyatları zamanı şəhadətə ucalıb, özündən sonra 2 övladı əmanət qalıb, son beşiyin üzünü görə bilməyib, Yağmuru atasının doğum günündə doğulan körpələrimizdən biridir. Və yanvarın biri həm qəhrəman şəhidimiz Ramil Rəhimovun, həm də onun balaca balası Yağmurumuzun doğum günüdür. Sonda tədbir iştirakçıları məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinləyib, mahnılar izləyiblər. Bayraq örtməyə təşnə edir küləklər. Yuxu deyil gördüyü, 30 illik ümiddir yaddaşına hördüyü. Bu çıxışlar tədbirin əsas məqsədini, vətən sevgisinin və qəhrəmanlıq ruhunun gələcək nəsillərə ötürülməsini bir daha təsdiqlədi. Belə tədbirlər Azərbaycan qəhrəman övladlarının xatirəsini yaşatmaq və gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılamasında mühüm rol oynayır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.